İltihaplaşmış Ukrayna böhranı bugün iki maraqlı dövlət başçısının görüşündə müzakirə olunacaq. Nəhayət, Rusiya Prezidenti Vladimir Putin uzun fasilədən sonra Pyotr Poroshenko ilə danışacaq. Bu görüşədək Ukraynanın özündə də daxili siyasətdə bir çox dəyişiklik baş verir. Ukraynanın şərqində döyüşlərin getdiyi bir vaxtda ölkə prezidenti Pyotr Poroshenko parlamenti buraxıb. Növbədənkənar seçkilər oktyabr ayına təyin olunub. Yerli tribunalla etdiyi müraciətdə Poroshenko səsvermənin oktyabrın 26-sında keçiriləcəyini elan edib. Parlamentin buraxılması qərarı çoxsaylı Ukrayna vətəndaşlarının gözləntilərinə uyğun gəlir. Bu parlamentin təmizlənməsi deməkdir. Parlamentin buraxılmasına zərurət ötən ay ölkənin əsas koalisiyasının parçalanmasından sonra yaranıb. Prezidentin bu addımı sakinlər tərəfindən birmənalı qarşılanmayıb. Bu addımı dəstəkləyənlər kimi tənqid edənlər də olub. Şərq regionlarının vətəndaşları erkən seçkilərlə razılaşmaya bilər. Onlar seçkilərin ədalətsiz olacağını iddia edə bilərlər. Buna görə fikirləşirəm ki, parlamentin buraxılması düzgün addım deyil. Ukraynanın şərq vilayətlərində Rusiya yönümlü üsyançılarla mübarizə davam etməkdədir. Bugün Belarusda Ukrayna prezidenti Pyotr Poroshenko və Rusiya prezidenti Vladimir Putinin görüşü gözlənilir.